Gördüyünüz bu dağlar tarixdə ümumiyyətcə Cənub bölgəsində el arasında Azbəy dağları deyirlər. Yardımlının dağlarına Ər dağlar deyirlər. Yəni Oğuz kökənli, türk mənşəli olduğu üçün Ər dağları. Amma tarixin izlərdən Qabargen, Qaraçay, İrəvanın orada şimali şərqi var, cənubi var. Deməli, Borçalıdan ta bu cənub bölgəsinin dağları Elburuz sıra dağları gedir. Bu dağlarda tarixdə insanların yaşayışı ilə əlavə ən əsasən də ərəblər məhv edib. Sonra tarixin sirlərinin izlərinə əsasən deyirlər Çingizxanın da nəvələri bura gəlib çıxıb burada. 162 kəndi məhv edib, 32 qeydlədi. Sonra bu toxumu burada azaldandan sonra Aksatürklərin böyük kök atdığı üçün Aksatürklərdə soyqırım, qətliama məruz qalıb. Daha onlar tərk eləyib, gedib, qalan qalıb, qalan da gedib. İndi hal-hazırda bu dağlar ömrümüzü aldı, mənasız yeri. Yəni burada gördüyünüz sadəcə bu evlər boşdur. Yaşamağa dəyməz, nə olsun havası var. Yəni iş yeri olmayandan sonra, təhsil olmayandan sonra, xəstəxana olmayandan sonra, həkim olmayandan sonra, uşaq bağçası olmayandan sonra, Azərişığın çətinliyi qış vaxtı çətin olandan sonra, indi düzdür, kabelləşmə getməyib, yəqin ki, layihədə olar. Hər cəhətdən çətindir, su cəhətdən tamamilə çətindir, yol tərəfdən vəfşəm çətindir, baxala. Belə yollarda, belə dağlarda görürsən avtomobil sürmək. Yəni kəndin öz servis yaransaydı kəndlərə texnika adam yenə də ağız açıb gətirərdi. Cəmaət yenə büzürtərib. Hər kəs biraz pul yığıb, məsələn gətirib bu dağlar pavorotları kəsib, yəni götürmək olardı. Ən qorxuludur. Baxın, buradan aşağı demək olar ki, qayadır. Bax, buradan avtomobil çıxsa, baxın, qayadır. Bax, görürsən, düzdür, aşağı 3 aya kimi gedib düşəcək. Yəni ən təhlükəli bax burada avtomobil yolu vardı, görürsünüz. Gördüyünüz bu zirvəli dağlar, başı qarlı dağlar, görürsünüz, iyun ayıdır, çəndir. Bu yüksək zirvə olan yerlərdə tarixdə od qalayarmışlar, yandırarmışlar. Ona görə Yardımlıda odlar diyarı deyilər. Yəni həm də türklərin yaşadığı ata inancı Təngri ilə bağlı, şamonizmlə bağlı o dağlardan odlar, tonqal yandırarmışlar. Ta belə deyək, İrəvana kimi, Borçalığa kimi ötür qala xəbər verərmişlər bir təhlükə olanda. Ona görə ki, əsasən Yardımda odlar diyarı deyirlər. Həmin Oğuz türk kökənli olduğu üçün beləcə bu yerlərin adı ona görə qalıb, odlar diyarı. Tonqal da ona görə ki, o indiki Cənubi Azərbaycanla sərhəd olan yerlərdə, o dağların hündür yerlərində qala kimi, yəni qalanın üzərində necə tonqal yandırılmışlar, mayak formasında, necə içəri şəhərin qız qalası, burada o formada. O alov yandırdıqda bir-birinə ötür olurmuş. Ona görə Yardımlının adı həmin tarixi Ərdi, Oğuz türk kökənli Qaraxanların yıldızın soyuna görə odlar diyarı qalıb. Yəni Oğuz türk kökənli olduğu üçün əsasən mənbəyi Yardımlı dağları yaşayışına görə, insanlara görə Yardımlı odlar diyarı sayılır qanunla. Gördüyünüz bu hündür zirvəli bu dağlar indi çəndir, iyun ayıdır. Deməli bu dağlarda tonqal, ot yandırarmışlar, yəni belə deyək.